Xavariclərin zəlaləti nədədir azmağı? Onlar bu ümumini götürüb tətbiq edirlər cəmiyyətə, tətbiq edirlər fərdə, qeyri-şəxsiz. Xavariclərin zəlaləti budur. Ola bilər, ümumən deyilir. Biz keçən dəfə, məsələn, Şeyx Salih deyir ki, kim şirk eləsə, o şirkdir. Məsələn, bu ümumi sözdür. Lakin, ne üçün? Çünki dəlil nədir? Ne üçün? Hardan deyirsən belə, Şeyx Salih özündən soruşmuşsan. Biz gördük ki, Şeyx Salih, Hafizullah, əgər deyirsə belə, onda böyük alimlərdən şirk eləyən olub. Şirki caiz görənlərdən olub. Küfür deyənlərdən olub. Hansı ki, əhl-i sünnəyə görə bu küfürdür. Lakin Şeyx Salih'dən eşitməmişik ki, Allah təkfir edeyim. O ümumi sözdür, kim şirk edir, müşrikdir. Lakin müəyyənə gələndə, ona hüccət çatandan sonra sən deyə bilərsən, sən yox, alim, bilən adam. O deyir ki, yox, mən də demək istəyirəm. Deyir, yox, deyən tələsmə, sən alma yemək öyrən, xorə yemək öyrən birinci, ayağını getmək öyrən, özünə bax, o sənlidir, yox, mənlidir deyir, deyir, sənlidir öyle. Sən bu məsələdə yox qarşısın. O qədər məsələlər var, valideyn haqları və s. Sən ola hansını eləyirsən, gəlmirsən, ilişmirsən bu məsələyə. Sən nə istəyirsən, sən nə demək istəyirsən buna? Sən məqsədin nədir? Məqsədin budur ki, kafir, tağut və s. Aydındır. Biz də tağut inkar edirik. Lakin təyin sənlik deyil. Sən gedir işinlə məşğul ol.